Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də Şəhid Bədəlov Oruc Arifoğludur. Şəhid Bədəlov Oruc Arifoğlu 5 dekabr 2002-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin şagirdi olmuşdur. 2020-ci ildə isə məktəbi bitirmişdi. Atasının səhhəti ilə bağlı problemi olduğu və özündən kiçik qardaşı və bacısı olduğu üçün o hərbi xidmətə bir qədər gec çağırılmışdır. Qeyd edək ki, Orucun anasının da səhhəti ilə bağlı ciddi problemi var idi. İkinci Qarabağ müharibəsi 44 günlük müharibə dövründə 4 oktyabr 2020-ci ildə düşmənin Gəncəyə atdığı raket zərbələrindən biri Orucun ailəsi ilə bircə yaşadığı evə tuş gəlir. Xoşbəxtlikdən onlar sağ qurtulurlar. Lakin Orucun anasının səhhəti ilə bağlı problemləri artır və o 17 noyabr 2022-ci ildə anasını itirir. 1 yanvar 2023-cü ildə Oruc hərbi xidmətə yollanılır. Oruc hər zaman şəhidlik zirvəsinə ucalmağı arzu edərdi və o 19 sentyabrda antiterror əməliyyatları zamanı şəhid olur. Orucun əşyaları arasından çıxan kağızlarda yazılmış ürək sözləri var idi. O anası üçün darıxdığını yazırdı və sanki o soyuq torpaqda yatan anasının rahat olması üçün ailəmizi qoruyacam, bacımı xoşbəxt yaşadacam, sən rahat yat ana kimi sözlər yazılmışdı. Allah şəhidimiz Bədəlov Oruc Arifoğlunu rəhmət eləsin, məkanı cənnət olsun.